Vətəndaşlara Dövlət Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılan Asan Süni İntellekt platformasının təqdim etmə mərasimi keçirilib. Tədbir çərçivəsində Asan AI Hub ilə Apolitical Breakthrough Social Enterprise and Genai Works şirkətləri arasında anlaşma memorandumları imzalanıb. Bildirilib ki, bu əməkdaşlıqlar mərkəzin beynəlxalq innovasiya ekosisteminə inteqrasiyanı gücləndirəcək. Platformanın dövlət xidmətləri sektorunu, biznes subyektlərini, elmi tədqiqat mərkəzlərini, startup ekosistemlərini birləşdirir və süni intellekt əsaslı həllərin hazırlanmasına da körpü rolunu oynayır. Bu platformanın əsas məqsədi dövlət təşkilatlarında, asan xidmətin özündə, eyni zamanda özəl sektor və tədqiqat inkişaf mərkəzləri, elmi laboratoriyalar, alimlərin bir əlaqələndiricisi rolunu oynamaq, bir uzlaşma rolunu oynayan bir platforma yaratmaqdır. Bu platforma vasitəsilə hər bir təşkilat özünün problemlərini, çağırışlarını elan edəcək, səsləndirəcək. İnnovatorlar, startupçılar və elmi tədqiqat mərkəzləri isə o çağırışlara uyğun həllər təklif edəcəkdir.